İzahlı test toplusu isim mövzusu 14-cü hissə 63-cü sual çözə korrekt variant. Baxaq. A piece of advice. Advice sayıla bilmə isimdir. A piece of-la article-la işlənə bilir. A piece of advice doğrudur. Bir doğrudur. A slices of lemon. Limon parçaları. Burada slices parçalar, dilimlər daha doğrusu. Dilimlər cəmdədir, qarşısında artıq işlənə bilməz. 2 səhvdir. To information. Information sözü sayıla bilmən isimdir. Qabağında to sözü, 2 sözü işlənə bilməz. 3 səhvdir. 4-cü sual. Some pieces of furniture. Some pieces of furniture. Some sayıla bilən, həm sayıla bilmə isimlərdə işlənə bilir. Bir neçə parça. Burada bu 4 doğrudur. A few drop of water. Few sözü sayıla bilən cəm isimlər işlənir. Burada drops olmalıydı. 5 səhvdir. Demək, hansılar doğrudur? 1 doğrudur. Bir də 4 doğrudur. 1 ilə 4 doğru cavabdır. D bəndi doğru cavabdır. 64. Çözə korrekt variant. Doğru variantı seçin. A slice of lemon. Bir parça limon. Bir dilim limon. Slice sözü təkdədir. Qarşısında article işlənib. 1 doğrudur. A pieces of music. Pieces sözü cəmdədir. Qarşısında qeyri-müəyyən article işləmir. Qeyri-müəyyən article yalnız sayıla bilən tək isimlərlə işlənir. 2 səhvdir. Some bottles of milk. Bir neçə butulka süd. Burada bu doğrudur. 3 doğrudur. 5 advice. Advice sayıla bilməyən isimdir. Onun qarşısında 5 sözü, 5 sözü işlənə bilməz, cəmlənə bilməz advice sözü. 4 səhvdir. A few sack of flour. Bir neçə kisə un. Burada bir neçə few sözü sayıla bilən cəm isimlərlə işlənir. Saksı olmalıydı burada. 5 səhvdir. Demək, burada hansılar düzdür? 1 düzdür. Bir də 3 düzdür. 1-3 D bəndi doğru cavabdır.